Parabadminton üzrə milli komandamız Şamaxda yerləşən Olimpiya İdman kompleksində təlim məşq toplanışındadır. Şamaxı Olimpiya Mərkəzindəyik. Burada parabadmintonun yığma komandası hazırlıqları həyata keçirir. Belə ki, komandanın üzvləri 5 gündür ki, artıq burada Serbiyada keçirilən yarışa hazırlaşır. Beynəlxalq yarışda Azərbaycanı təmsil edəcək komanda üzvləri kifayət qədər uğurlu bir yerin seçildiyini, Şamaxda onlara məhz bu yarışa dəstək olunduğunu bildirirlər. Hazırda isə biz yarışdan hazırlığın hansı prosesdə olduğunu sizə yaxından göstərəcəyik. Təlim məşq toplanışı məşqçi Rəvan Niftəli və Kərim Musayevin rəhbərliyi altında 11 idmançının iştirakı ilə keçirilir. 5 gündür buradayım, bizə çox yaxşı baxırlar, hər şey yerindədir, qaydasındadır. Bu mənim ilk yarışımdır həm də, ona görə də çox həyəcanlıyım. İnşallah qızıl medalına Azərbaycana qayıdacaq. Arzum odur ki, yarışda qalib olum və birinci yer tutum. Şamaxıya ilk dəfədir gəlirəm, 5 gündür buradayam. Apreldə yarışı səbirliklə gözləyirəm. Məqsədim Serbiyada çempion olmaq. Təlim məşq toplantısına gəlmişik, ayın 10-dan 20-sinə kimi. Yəni birinci uşaqlı gənclərin Serbiyada keçiriləcək beynəlxalq challengedə onlara dəstək olmaq üçün gəlmişik, həm də ki, məşq yoldaşı kimi məşq edirik. Badminton Federasiyasına, Parabadmintona öz təşəkkürümü bildirirəm ki, bizə bu gözəl şəraiti yaratdığına görə çox əla keçir məşqlərimiz. Məşqlər martın 10-dan 20-sinədək davam edəcək. Təlim məşq toplanışının məqsədi 4-14 aprel aralığında Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak etmək və orada yaxşı nəticə qazanmaqdır. Təbii ki, əsas da məqsədimiz belə gənclərə həm dəstək olmaq, onları idmana cəlb eləmək və onların inkişafında öz vəzifəmizi yerinə yetirməkdir. Xüsusən də Şamaxı Olimpiya İdman kompleksinə və Azərbaycan Badminton Federasiyasına, həmçinin Paralimpiya komitəsinə öz təşəkkürümüzü bildiririk ki, belə təlim məşqin toplanışında bizə öz dəstəklərini göstərirlər. Məşqlərimiz gündə 2 dəfə olmaqla intensiv davam edir. Bəli, məşqlərimiz qane edir. Uşaqlar maksimum var gücləri ilə yarışa hazırlaşırlar, full motivasiya ilə davam edirlər. İnşallah ki, apreldə Serbiyada keçirilən turnirdə nəticə gözləyirəm onlardan.